Deməli, statisiyada deyilir ki, natrium asetatla natrium hidroksidin qarşılıqlı təsiri zamanı baş verən reaksiyanın qrafiki göstərilibdir. Və reaksiya başa çatdıqdan sonra qalan bərk qalığın üzərinə H-xlor əlavə ediblər və bu zaman qazın ayrılması ilə müşahidə olunubdur. Qabdakı bərk qalığın tam reaksiyası üçün 122 ml hidrogen xlorid sərf olunmuşdur. İlk öncə biz reaksiyamızı qururuq. Natrium asetat üstə gəlsin natrium hidroksid, metan və natrium karbonatın alınması ilə baş verir. Biz burada müəyyən edək ki, yəni alınan maddələrdən 3,2 qram bir maddə alınıb. C qədər, bu qədər. Biz baxırıq ki, onsuz da metanın emeri natrium karbonatdan kiçikdir. Yəni 3,2 qram bizdən metan qazı alınıb. 3,2 qram metan da nə qədərdir? 0,2 moldur. 0,2 moluna hamısı 1-in 1-ə getdiyi üçün 0,2 mol natrium karbonat alınıb, 0,2 mol natrium hidroksid sərf olunub, 0,2 mol da natrium asetat sərf olunmuşdur. Natrium hidroksidin kütləsini hesablasam, 0,2-ni vururam 40-a, 8 qram deməli natrium hidroksid sərf olunub. Natrium asetat 82 qram olduğu üçün 16,4 qramda bizdən natrium asetat reaksiya daxil olmuşdur. Və qrafikdə biz bilirik ki, B maddəsi deməli hər ikisinin başlanğıcı bərabər olub. Böyük rəqəm 16,4 qram olduğu üçün başlanğıcda hər ikisini 16,4 qram götürdükdə biz də müəyyən edirik ki, 16,4 qramdan 8 qramı reaksiyaya daxil olub. Deməli, 8,4 qram isə burada artıq qalmışdır. Onda qrafikdə nə müəyyən etdik? A-mız olacaq bizdə 8,4, B-miz olacaq 16,4, C də bizdə alınan duzu istəyirdi. 0,2-ni də vurduq 106-ya, emerinə 21,2 qramda duz alınmışdır. İndi davam edək. Alınan bərk qalıq, burada bərk qalığı qeyd edək, ikinciyə keçək bir dəqiqə. İkinci reaksiyada biz bərk qalıq olaraq nə almışdıq? Natrium karbonat aldıq. Deməli, 21,2 qram. Yəni 0,2 mol. Və bizdə natrium OH da artıq qalmışdı. Natrium OH da bizdə 8,4 qramda natrium OH-ımız var. İndi bu bərk qalığın üzərinə H-xlor əlavə ediblər və qazın alınması ilə müşahidə olunur. Biz bilirik ki, karbonat turşusu, natrium karbonat, H-xlorla reaksiyaya daxil olduqda natrium xlor üstə gəlsin karbon qazı və üstə gəlsin su əmələ gəlir. Reaksiyanı əmsallaşdırdıq 2, 0,2 mol deməli natrium OH reaksiyaya daxil olur. Bu zaman 0,4 mol H-xlor istifadə etmişik. Nəticədə 0,4 mol natrium xlor əmələ gəlib, 0,2 mol da qaz əmələ gəlib. Deməli, bizdə qazın alınmasını soruşursa 0,2 mol litrə də çevirəndə 0,2-ni vurduq 22,4-də 4,48 litrdir. Qaz alınmışdır. Və bunun qısa tam iyon tənliyi deyirsə, biz necə yazmalıydıq bunların tam iyon tənliyini? Deməli, 2 natrium müsbət, üstə gəlsin CO3 mənfi 2, üstə gəlsin 2H müsbət, üstə gəl 2 xlor mənfi alınır 2 natrium müsbət, üstə gəl 2 xlor mənfi, üstə gəlsin CO2, üstə gəl su. Yəni, su ilə qazı ayırmırıq. Bunun qısa iyon tənliyini bu şəkildə yaza bilərik. Və keçək sonuncu suala. Sonuncu sualda deyir ki, H-xlorla reaksiya daxil olduqdan sonra reaksiyada cəmi neçə mol duz əmələ gəlmişdir? Baxaq. Biz burada 0,4 mol natrium xlor almışıq burada. 0,4 mol natrium xlor aldıq.
Amma biz burada nəyə diqqət eləməliyik? Bizim axı bərk qalıqlarımızda natrium OH-da H xlorla reaksiya daxil olmalıdır. Onda 0,4 mol burada aldığımız duzu yadımızda saxlayaq. Növbəti reaksiyanı yazım. Növbəti reaksiyada natrium deməli OH üstə gəlsin. H xlor yarandı. Natrium xlor, bir də su. Mən bilirəm ki, bunun 40 qramına 1 mol natrium xlor əmələ gəlir. 8,4-də nə qədər əmələ gələcək? X. X-i müəyyən edək. 8,4-ü böldük 40-a. 0,21 mol. Başlanğıcda da bizdə 0,2 mol natrium karbonat var idi. 0,2 mol natrium karbonatın da və yaxud biz reaksiyasını yazanda bir də təkrar yazıram. Üstünə H xlor gəldik. Natrium xlor, su və karbon qazı alınmışdı. Burada 2 yazdım. 1 moluna 2 mol, 0,2-sindən də 0,4 mol da burada natrium xlor əmələ gəlmişdi. Deməli, ümumilikdə bizim nə qədər natrium xlorumuz oldu? 0,21, 0,4, yəni 0,61 mol duz əmələ gəlib. Və bizə H xlorun molyar qatılığını da istəyir. Mən bilirəm ki, burada 1-in 2-yə girib H xlorla, natrium karbonatla. 0,4 mol H xlor burada istifadə etmişəm. Burada da hesablasaq, 40-ına 0,4 molda, üzr istəyirəm, 0,21 molda burada istifadə etmişəm. Deməli, cəmi nə qədər də H xlor istifadə etmişəm? 0,61 mol. Qatılığını da istəyirsə, biz bunu nəyə bölməliyik? V-yə. V-miz də 0,122 olacaq. Bu da eləyəcək bizdə 5. Deməli, sonuncunun cavabı 0,61 mol duz, 5 mol bölək litrdə turşunun qatılığı olacaq.